Bugün sizə biotexnologiya və bionika elmi haqqında məlumat verəcəm. Məlumat 11-ci sinif dərsliyində 4-cü bölmədədir. Biologiya elminin inkişafı. Biologiya elminin inkişafı əsasən bilirik ki, 20-ci və 21-ci əsrlərdə biologiya elmində bir çox nailiyyətlər, kəşflər olunmuşdur. Məhz bu kəşflərdən ən sayda yadımda qalanı, məsəl üçün, Karl Berrin 20-ci əsrdə yumurta hüceyrəni kəşf etməsini deyə bilərik. Bundan əlavə biotexnologiya elminin, bionika elminin inkişafını misal göstərə bilərik. Əsas burada biotexnologiya elminin məqsədi nədir? Biotexnologiya elminin məqsədi odur ki, bir canlıda olan genin digər bir canlıya köçürülməsidir və bununla əlaqədar olaraq insan irsiyyətində olan bir çox xəstəliklərin, məsəl üçün, qan təzyiqi, xərçəng, şəkərli diabet, cırtdanboyluq kimi xəstəliklərin qarşısını alınması mümkündür. Bu xəstəliklə insan irsiyyəti ilə bağlı, yəni xərçəng xəstəliyi irsiyyətlə də bağlı ola bilər, sonradan qazanılmış, qan təzyiqi də, şəkərli diabet, cırtdanboyluq, bunlar irsi xəstəliklər də ola bilər. Daha sonra qocalığa səbəb olan genlərin nəzarətə götürülməsi və yaxud da qaraciyər hüceyrələrində elə bir gen yerləşdirə bilərik ki, orada C vitamini sintez edə bilsin, artıq biz qida ilə C vitamini almağa ehtiyac olmaz. Amma normalda bilirik ki, qaraciyər özü A vitamini sintez edir. Və genləri dəyişilmiş toxuma və orqanlar isə laboratoriyalarda, xüsusi bankalarda bankalar yaradılır və həmin bankalarda toplanmış vəziyyətdə olur. Biotexnologiya elminin inkişafı Azərbaycanda Vidadi Yusibovu, Qərib Mürşidovu da misal göstərə bilərik. Burada əsas diqqət yetirilən hissələri deyəcəm. Biologiya elmdə, məsəl üçün, problemlər özünü göstərir ki, bu problemlər ətraf mühitin çirklənməsi ilə bağlı problemlər, sağlamlıqla bağlı, iqtisadi problemlər, sosial problemlərdir. Ətraf mühitin çirklənməsi ilə bağlı eroziyadır, quraqlıqdır, meşə və çəmənliklərin qırılmasıdır. Sağlamlıqla bağlı problem faydasız qidalarla qidalanmaqdır. Qohum evlilikləri ən vacib üstə duran qohum evlilikləridir. İqtisadi problemlər, torpaqlara həddən artıq gübrənin verilməsi, düzgün istifadə edilməməsi, sosial problemlər isə əhalinin şəhərə meyilliyidir. Digər çalışmalara baxsaq, ekologiya, bəli, növ müxtəlifliğini qoruyub saxlayan elm ekologiyadır. Biotexnologiya elmi, bəli, genləri dəyişə bilər. Gen mühəndisliyi biotexnologiya elminin sahəsidir. Bir orqanizmin genləri digər orqanizmə də köçürülə bilər. Biologiya və texnika. Bilirik ki, biologiya elmində nə zaman biologiya elmi inkişaf etməyə başladı? Mikroskopun kəşfi ilə. Və biz də bilirik ki, Antoni van Leeuwenhoek'un ixtira etdiyi mikroskop əşyanı 270 dəfə, elektron mikroskopu 3600 dəfə, işıq mikroskopu 3600 dəfə, elektron mikroskopu isə 10 və 100 min dəfələrlə əşyanı böyüdür. Ona görə ölçüsü 5-10 mikrokilometr qalınlığında olmuş hər hansı bir hüceyrəni biz öyrənə bilmərik işıq mikroskopu ilə. Mütləq şəkildə elektron mikroskopundan istifadə edilməlidir və bu ölçünü yadımızda saxlayaq, 5-10 mikrokilometr. Daha sonra burada verilib sentrifuqa cihazı. Sentrifuqa cihazı vasitəsilə hüceyrələrin orqanoidləri, kimyəvi tərkibini öyrənə bilərik. Bir də qanın formalı elementlərini də məhz sentrifuqa cihazı vasitəsilə istifadə öyrənə bilərik. Tonometr qan təzyiqini ölçən cihazdır. Elektrokardioqraf ürəyin əzələsinin fəaliyyətini öyrənən cihazdır. Elektroensofloqraf isə böyük beyin yarımçılar qabığında elektrodlar vasitəsilə qıcıqlandırılır və orada baş verən dəyişiklikləri öyrənən elm yəni hər hansı cihazdır. Daha sonra burada floqraf deyə bilərək ki, ağciyərlərdə baş verən dəyişkənliyi öyrənən elm sahəsi yox, daha doğrusu hər hansı cihazdır, artıq yorğunluq öz sözünü deyir. Tomoqrafiya isə köndələn hüceyrələrdə olan, bu hissədə qeyd olunmuşdur, köndələn kəsiklərin təsvirini kompüter vasitəsilə vermək deməkdir. Və ağciyərlərdə biz bilirik ki, dəyişikliyi floqraf cihazı ilə ağciyərlərin həyat tutumunu isə spirometr cihazı vasitəsilə öyrənə bilərik. Və bu hissədə mikroorqanizmlərin seleksiyası öncə hüceyrə
mühəndisliyi, xromosom mühəndisliyi və gen mühəndisliyi. Biotexnologiya elminin sahələrindən biri hüceyrə mühəndisliyidir. Hüceyrə mühəndisliyi bitki və heyvan toxumalarından götürülmüş, hüceyrələr içərisində hüceyrənin yaşaya bilməsi üçün lazım olan maddələrdə yerləşdirilir. Yəni qidalı mühitdə saxlanılır və inkişaf etdirilir. Həmin o qidalı mühitdə, məsəl üçün bitki hüceyrələri regenerasiya edərək yeni bir orqanizm əmələ gətirirlər. Və bu əmələ gələn orqanizmlər, bunlar müxtəlif ekoloji şəraitə dözümlü fərdlər almaq mümkün olur. Müxtəlif ekoloji mühitə. Və burada hüceyrə mühəndisliyinin ən böyük nailiyyətlərindən biri də, yenə deyirəm, burada cinsi yolla çarpazlaşdırılması mümkün olmayan kartof, pomidor, alma, albalı, xərçəng hüceyrələri, limfositlərin hibridləri də bu üsulla alınmışdır. Yəni bu cədvəli aşağı hissədə verilən hissələri əzbər bilməliyik. Daha sonra xromosom müxtəlifliyi bu üsulla əsasən bitkilərə tətbiq olunur. Bitkilərdə xromosomların dəyişdirilməsinə və yaxud da hər hansı homoloji xromosom cütlərinin əlavə edilməsi və yaxud da homoloji xromosomların kənarlaşdırılmasıdır. Və bu zaman bitki sortu yaranır ki, həmin bu yaranmış bitki sortu xəstəliklərə qarşı dözümlü olur. Ətraf mühitin dəyişilmiş şəraitinə dözümlü sortlar almaq mümkündür. Və biotexnologiyanın da ən böyük nailiyyətlərindən biri də məhz xromosom mühəndisliyindən istifadə etməkdir. Gen mühəndisliyi. Gen mühəndisliyi bilirik ki, bir orqanizmdə olan müəyyən bir genin digər bir orqanizmə köçürülməsidir. Və gen mühəndisliyində əvvəlcə həmən gen öncə köçürülmüş canlının hüceyrəsinə, daha sonra onun genofonduna daxil edilir. Gen mühəndisliyində plazmitlərdən də istifadə olunur. Diqqətli olaq. Plazmitlər yalnız bakteriyalara məxsusdur. Yəni plazmit anlayışı yalnız bakteriyalardadır. Plazmitlər nədir? Plazmitlər bakteriyalarda olan xromosomlardan kənar, öz-özünə bölünə bilən kiçik halqa şəkilli DNT-lərdir. Yenə deyirəm, plazmitlər yalnız bakteriyalarda olur. Plazmitlər xromosomlardan kənar, öz-özünü törədən kiçik halqa şəkilli DNT molekullarıdır. İndi bu çalışmaya qayıdaq. Burada toxuma kulturası yaradılmışdır və bu toxuma kulturasının ardıcıllığı necə olmalıdır? Öncə bunu sizə rəqəmlərini mən deyim, siz özünüz dəftərinizdə qeyd edə bilərsiniz ki, 1 olmalıdır. Daha sonra 2, daha sonra 3, 4, daha sonra 5, daha sonra 6, 7, 4. Ən sonda 4 olmalıdır. Yenə deyirəm, ardıcıllıq 1, 2, 3, 4, 5, 6, 7, 4. Baxmağınızda bir fayda var. Bu ardıcıllığı özünüz baxarsınız. Davam edək və gen mühəndisliyi. Bilirik ki, gen mühəndisliyinin əsas nailiyyətlərindən biri zülal sintezi etməkdir. Və biz bilirik ki, insan bağırsağı ilə bağırsağında simbiyoz yaşayan bağırsaq çöpünə yeni hər hansı bir gen daxil etməklə imkan verir ki, bağırsaq çöpləri özləri insulin sintezi etsin. İnsulin nədir? Zülaldır, düzdürmü? Zülal sintezi etsinlər. Və onlar zülal sintezi edərək artıq şəkərli diabet xəstəliyinin qarşısını almış olarıq. Bundan əlavə olaraq bağırsaq çöpü bakteriyaları, interferonlar və somatropin hormonunun böyüməni təmin edən zülalın alınmasında da böyük rol oynayır. Deməli, bağırsaq çöpü insulin sintez edə bilər, interferonlar sintez edə bilər. Interferon nə idi? Virusların çoxalmasının qarşısını alan zülallar. Somatropin hormonu böyüməni təmin edən zülalın alınmasında böyük rol oynayır. Biz bilirik ki, hormonlarımızın bizdə əksəriyyəti zülal tərkiblidir. Lakin sadəcə cinsiyyət hormonlarımız bizdə lipid mənşəlidir. Gen mühəndisliyinin ən çox əhəmiyyətli hesab olunan polimeraza zəncir reaksiyasının alınmasıdır. Və polimeraza zəncir reaksiyasını öyrənən alim Nobel mükafatına layiq görülmüş Kerry Mullis tərəfindən 1983-cü ildə yaradılmışdır. Və yenə deyirəm, bu polimeraza zəncir reaksiyasının əsas fərqi nədir? Canlı olmadan, hər hansı bir canlı iştirakı olmadan fermentlərin iştirakı ilə DNT
DNT molekulu sahələrinin çoxaldılmasıdır. Və bu DNT molekulunda təsir edən ferment isə DNT polimeraza fermentin vasitəsilə DNT molekulunun sayını artırmaq mümkündür. Yenə deyirəm, canlı olmadan bunu həyata keçiririksə, DNT-nin ikiləşməsini həyata keçiririksə, bu polimeraza zəncir reaksiyasına aiddir və ferment olaraq DNT polimeraza fermentindən istifadə olunur. Burana mütləq şəkildə bu hissəyə diqqət yetirərik. Bitkiçilikdə və heyvandarlıqda müasir metodlar və burada da əsas diqqət çəkən bu hissəyə diqqət yetirəcək. Barbara McClinton ilk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmişdi ki, və o xromosom xəritəsini tərtib etdikdən sonra əvvəl qarğıdalı bitkisindən yalnız heyvanların qidalanmasında spirt istehsalında istifadə olunur. Daha sonra o bu McClinton tərəfindən qarğıdalı bitkisinin xəritəsi tərtib olunduqdan sonra qida kimi də istifadə edildi. Bir də genomu modifikasiya olunmuş orqanizmlər bu hal-hazırki dövrün ən böyük nailiyyətlərindən biridir ki, genomu modifikasiya olunmuş hibridlər və burada da diqqətli olaq. Bu İsveç ayrımı olan Potrix və onun əməkdaşları nərgiz bitkisindən alınan genləri düyü bitkisinə yerləşdirilmişdir. Nəticədə qızıl düyü almışdır. Hansı bitkilərdən istifadə etmişdir? Nərgiz və düyü bitkisindən, sonda qızıl düyü adı aldığı meyvəyə dənə, yəni qızıl düyü adı vermişdir. Hansı maddədən istifadə etmişdir? Bu zaman beta-karotin maddəsindən də istifadə etmişdir. Bilməyimizdə fayda var. Bu hissəni də bilək. Və bir də bu genomu modifikasiya olunmuş orqanizmlər təbii ki, bilirik insan orqanizminə zərərlidir, amma bütün hamısımız zərərlidir. Xeyr, təbii ki, bu qida allergiyasının yaranmasına səbəb olur, xərçəng riskinin artmasına səbəb olur. Və biz də seleksiyada bilirdik ki, poliploid bitkilər vardır ki, xromosom sayının bir neçə dəfə artırılması Karpichenko metodu ilə və mədəni bitkilərin əksəriyyəti poliploid bitkilərdir. Lakin heyvanlarda da bu hissəyə diqqət yetirin, nadir hallarda rast gəlinir ki, poliploid heyvan tut ipək qurdunu sadəcə misal göstərə bilərik. İri meyvəli alma, kartof, boranı, çiyələk, qarabaşaq, buğda, toxumsuz qarpız bitkilərini də misal göstərə bilərik. Canlılarda klonlaşdırma. Klonlaşdırma yadınızda qalsın, gen mühəndisliyinin, diqqətli olaq, gen mühəndisliyinin ən mühüm sahələrindən biri də canlılarda klonlaşdırmadır. İlk klonlaşdırılmış orqanizm kimi qoyun Dollini misal göstərə bilərik. Yəni ilk dəfə klonlaşdırma hansı canlıda getdi? Təbii ki, məməlilər sinifinə aid olan biz qoyunu götürə bilərik və Dolly adlandırılmışdır qoyun. Bu necə baş vermişdir? Bir qoyunun yumurta hüceyrəsinin nüvəsi çıxarılmış, həmin onun yerinə başqa bir ana qoyunun somatik hüceyrəsinin nüvəsi yerləşdirilmişdir. Və bunlar götürülür, daşıyıcı ana olan surqotanaya yerləşdirilir. Surqotanaya yerləşdirilir və Dolly əmələ gəlir. Və diqqətli olaq. Burada ən birinci nə olur? Hər hansı bir qoyunun yumurta hüceyrəsinin nüvəsi çıxarılır. Daha sonra digər bir qoyunun somatik hüceyrəsinin nüvəsi yumurta hüceyrəsi çıxarılmış qoyuna yerləşdirilir. Yəni surqotanaya yerləşdirilir. Yəni daşıyıcı anaya yerləşdirilir. Yəni surqotananın yumurta hüceyrəsində olan nüvə çıxardılır. Daha sonra başqa bir qoyunun somatik hüceyrəsinin nüvəsi yerləşdirilir. Hara? Yumurta hüceyrəyə. Və bu zaman Dolly əmələ gəlir. Və alimlər baxır ki, Dolly daha tez yaşlanır, qocalır. Bunun səbəbi odur ki, həmin somatik hüceyrənin nüvəsindən yetişdiyinə görə məhz Dolly daha tez qocalır.
Və burada yadınızda qalsın, daşıyıcı ananın, surqot ananın heç bir əlamətlərini daşımır. Nə də yumurta hüceyrəsi çıxarılmış canlının heç bir xüsusiyyətlərini daşımır. Yalnız hansı canlının xüsusiyyətlərini daşıyar? Həm fenotipcə, həm genotipcə somatik hüceyrəsinin nüvəsi olan qoyunun xüsusiyyətlərini daşıyar. Və yadınızda qalsın, bu klonlaşdırma zamanı, Dolly'nin alınması zamanı ziqota təsadüf edilmədi. Bu zaman blastomerlərə təsadüf edilmədi. Diqqətli olaq. Digər bu misal isə, siçanlar üzərində aparılan misal isə belə bir ziqotuna, siçan yumurta hüceyrədir, diqqətli olaq, spermatozoiddir, yumurta hüceyrədir, mayalamış yumurta hüceyrə ziqot yaranır. Həmin bu ziqota insanın böyümə hormonunun geni, yəni somatrop hormonunun geni ziqota köçürülür. Bax, diqqətli olaq, hara köçürüldü? Ziqota köçürüldü. Və ziqota köçürülür daşıyıcı ana, yəni daşıyıcı ana heç bir funksiya daşımır, sadəcə o ziqotu daşıyır. Həmin bu daşıyıcı anada təcrübə aparılan ziqotdan siçovullar daha böyük olur. Təcrübə aparan ziqotdan alınan siçovullar isə kiçik olur. Böyük olmasının da səbəbi insanın böyümə hormonunun genini ziqota köçürülməsidir. Və bu 3 nəsil boyunca da bu hissəyə diqqət yetirək. 3 nəsil boyunca siçovulların hüceyrəsində DNT analizi zamanı göstərilir ki, onların hələ də onların 3 nəsil boyunca böyümə somatrop hormonunun genini daşımasıdır. Meymunlarda klonlaşdırma. Meymunlarda klonlaşdırma daha sadə üsulla aparılır. Əvvəlcə mayalanmış yumurta hüceyrə ziqot bölünür. Biz bilirik ki, mitoz yolla və əvvəlcə uzunluğa, daha sonra eninə, uzunluğa istiqamətdə gedir. 2, 4, 8 hüceyrə blastomer əmələ gətirir. Bu hüceyrələrin nüvələri çıxarılır. Bax, blastomerdən istifadə olunur. Meymunlarda klonlaşdırmada blastomerlərdən istifadə olunur. Blastomerlərin nüvələri çıxarılır. Digər orqanizmin nüvələri çıxarılmış hüceyrələrinə yerləşdirilir. Blastomerlər eyni genotipli olduğundan alınan yeni orqanizmlər də tamamilə bir-biri ilə eyni olur. Yenə deyirəm, meymunlarda da klonlaşdırmadan istifadə olunur. Bu zaman ziqot mitoz yolla bölünür, blastomerlər əmələ gəlir, blastomerlərin nüvələri çıxarılır, digər orqanizm nüvələri çıxılmış hüceyrələrinə yerləşdirilir və blastomerlər eyni genotipli olduğuna görə alınan orqanizmlər də eyni genotipli olur. Biotexnologiya elminin inkişafı, əsas bu hissəyə də diqqət yetirək. Biotexnologiya elminin inkişafında torpaq bakteriyalarına, nitrifikasiya bakteriyalarının genlərin dəyişdirilməsi biotexnologiya elmində ən böyük gen mühəndisliyinə misaldır. Bunu diqqətli olaq, düşə bilər testdə. Gen mühəndisliyinə misal olaraq nitrifikasiya bakteriyalarının genlərinin dəyişdirilməsinə misal göstərə bilərik. Və biz bilirik ki, insan orqanizmdə qırmızı sümüklik hüceyrələri vardır ki, bunlar bütün qan hüceyrələrinə, bütün növlərinə çevrilə bilər. Yəni, qan hüceyrələri hansıları idi? Eritrositlər, leykositlər, trombositlər, yəni bütün hüceyrə növlərinə çevrilə bilər. Bu, həm insanda yetkin fərddə baş verə bilər, həm embrional dövrdə baş verə bilər, amma daha çox embrional hüceyrələrdə daha sürətlə baş vermiş olar. Bu hissəyə də diqqət yetirək. Bir də bilirdik ki, insanlarda kök hüceyrələri sürətlə artması, insanlarda onurğa zədələnmələrinə, parkinson, diabet kimi xəstəliklərin də müalicəsində istifadə olunur. Yəqin ki, bilirsiniz ki, hal-hazırki dövrdə kök hüceyrələri ən aktualdır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Düzgün fikirləri seçin, bura baxmaq istəyirəm. Həşəratlara qarşı davamlı bitkilərin alınması gen mühəndisliyinin nailiyyətləridir. Bəli, həşəratlara qarşı davamlı bitkilərin alınması məhz gen mühəndisliyinin nailiyyətidir. Klonlaşdırma zamanı bir orqanizm hüceyrələrinin nüvəsi digər orqanizm hüceyrələrinin nüvəsi ilə əvəz olunur. Bəli, doğru fikirdir. Yəni, yumurta hüceyrənin nüvəsi çıxarılır, həmən yumurta hüceyrəyə başqa bir qoyunun somatik hüceyrəsinin nüvəsi əlavə edilir.
Genomu modifikasiya olunmuş orqanizmlər yalnız faydalı ola bilər? Xeyr, xeyirli də ola bilər, faydalı da ola bilər. Hüceyrə mühəndisliyi, bəli, biotexnologiya elminin bir sahəsidir. Lakin bayaqdan danışdığımız kök hüceyrələrdir, nitrifikasiya bakteriyalarıdır, klonlaşdırmadır. Bunlar hamısı gen mühəndisliyinə misal ola bilər. Bionika elmi cavan elm sahələrindən biri də bionikadır. Bionika elmi, bax burada, canlılara baxaraq yeni bir texnikanın yaradılması bionika elmidir. Bionika elmi biologiya və texnikanın qarşılıqlı sintezidir. Və belə bir devizi var ki, canlı orqanizmlər yeni texnologiyanın açarıdır. Diqqətli olaq burada nəyə? Məsələn, Leonardo da Vinci quşları seyr etmiş, uçan aparat düzəltmişdir ki, həmin bu aparatı Orion Topper adını vermişdir. Və qədim insanlar isə özlərini müdafiə etmək üçün, məsələn, divarla binaları qorumaq üçün, özlərini düşmənlərdən qorumaq üçün qoyunun kəlləsinə alına bənzər qurğulardan, qala qapılarından istifadə etmişdir. Burada diqqət yetirdiyimiz reaktiv hərəkət bilirik ki, Kalmar nəticəsində idi. Kondisioner termit, həşəratların bir növüdür termitlər. Təyyarədə baxaraq quşa baxaraq təyyarə yaradılmışdır. Daha sonra termitə baxaraq kondisioner, pinset quşun cülütün dimdiyinə baxaraq, ekskavatorun novçası quşun möhkəm caynaqlarını misal göstərə bilərik, radar yarasanı deyə bilərik və s. İnsan beyni isə kompüterlə əlaqəli yaradılmışdır. Məsəl üçün, bitkilərdən də bilirik ki, zəncirotundan, uçağan zəncirotu bitkisinin uçağanlarına baxaraq paraşüt istehsal edilmişdir. Məsəl üçün, delfinlərdən, yarasalardan istifadə edərək əks-sada prinsipini yaratmışdılar. Delfinlərdən və yarasalardan istifadə edərək. Daha sonra reaktiv hərəkət meduzalardan, bilirik ki, bağırsaq boşluqlar tipinin nümayəndəsi olan meduzalar, bir də baş ayaqlardan Kalmar reaktiv hərəkət prinsipi ilə hərəkət etmiş və buna baxaraq raket ixtira olunmuşdur. Daha sonra suiti qulağının quruluş prinsipinə əsasən isə hidrofon cihazı düzəlmişdi. Xərçəng və cücülərin fasetli gözlərinin quruluş prinsipi əsasında septometr yaradılmışdır. Əlavə olaraq da bitki gövdələrini, yarpaqlarının, köklərinin yüngüllüyündən istifadə edərək inşaatı zamanı dam örtüklərini yaratmışlar. Yəni, bitki hüceyrələrinin turqoru hava ilə doldurulmuş dam örtükləri yaradılmışdır. Yenə deyirəm, suitidən hidrofon, fasetli gözlərdən isə septometr cihazı yaradılmışdır. Əsasən bu verilən fikirlər bu hissədədir. Buraya zəhmət olmasa diqqət yetirərsiniz. Və insanın dedik ki, kompüterlə əlaqədar olaraq, məsəl üçün, beyin kompüter ola bilər bu çalışmada, beyin kompüter ola bilər, neyronlar, beyimizdə olan neyronlar mikrosxem ola bilər, görmə payı nəyə deyə bilərik? Kamera deyərik, eşitmə payı isə o səs olan hissəni, səs kartını misal göstərə bilərik. Bu qədər, uğurlar.